Bugün fərdi dəyişikliyin əslində bütün bir cəmiyyəti necə yenidən formalaşdırdığına baxacaq. Səfərimiz bilin tək bir fərdən başlayacaq, amma bütöv bir xalqın taleyinə qədər gedib çıxacaq. Gəlin bu məsələnin biraz dərinliyinə enək. Yəqin ki, bu tarixin ən fundamental suallarından biridir, elə deyilmi? Yəni, millətlər necə olur ki, yüksəlir və ya necə olur ki, süqut edir? Bütün bu proseslər sadəcə təsadüfdür, yoxsa bunun dəmir kimi dəyişməz qanunları var? Ən maraqlısı da odur ki, bu sualın cavabı zamandan, məkandan asılı olmayaraq, demək olar ki, heç vaxt dəyişmir. Elə bil ki, kainatın bir sosial qanunudur bu və biz bugün gəlin həmin qanunu birlikdə kəşf edək. Budur, bax, bütün söhbətin təməl prinsipi budur. Bu ayə sadəcə dini bir həqiqət deyil, eyni zamanda cəmiyyətlərin dəyişiminin universal düsturudur. Yəni, dəyişiklik nə yuxarıdan gəlir, nə kənardan, nə də göydən düşür. O, içərdən, məhz bizdən başlayır. Deməli, ilk və ən vacib qayda belədir. Taleyin açarı başqalarının yox, elə bizim öz əlimizdədir. Əgər biz cəmiyyətin getdiyi istiqaməti dəyişmək istəyiriksə, o kompas iynəsini əvvəlcə öz daxilimizə çevirməliyik. Bir millətin uğuru da, uğursuzluğu da əslində milyonlarla fərdi seçimin, məsuliyyətin və ya tam əksi, məsuliyyətsizliyin cəmindən başqa bir şey deyil. Təsəvvür edin, hər bir fərdin özünü düzəltməsi, bütöv bir gəminin istiqamətini dəyişən kiçik bir sükan hərəkəti kimidir. Yaxşı, bəs problem haradadır? Hamımız dəyişiklik istəyirik, düzdürmü? Bəs niyə heç nə baş vermir? Çünki arzu ilə hərəkət arasında dərin bir uçurum var və biz çox vaxt elə o uçurumda ilişib qalırıq. Gəlin bu slaydakı müqayisəyə çox diqqətlə baxaq, çünki problemin kökü elə buradadır. Baxın, sol tərəfdə gördüyümüz kimi bizdə təşəbbüs boldur. Yəni dəyişiklik arzusu, ideyalar, şikayətlər, təkliflər, bunlardan nə qədər desən var. Amma məsələ sağ tərəfdəki iradəyə gəlib çıxanda, yəni o arzunu reallaşdırmaq üçün məsuliyyət götürüb axıra qədər getmək gücünə gələndə təəssüf ki, zəiflik göstəririk. Bu, bizim kollektiv psixologiyamızın bəlkə də ən yaralı yeridir. Həmişə bir xilaskar gözləyirik, bir lider, bir qəhrəman. Sanki bütün məsuliyyət bizdən kənarda, haradasa başqa bir yerdədir. Və cavab budur. O qədər sadə və eyni zamanda bir o qədər də sarsıdıcı bir cavab. O, xilaskar bizik. Hər birimiz. O dəyişikliyin baş qəhrəmanı, bəli, məhz sənsən. Bilirsiniz, bu fikir heç də yeni deyil. Tarix boyu fərqli-fərqli mədəniyyətlərdə yaşamış böyük mütəfəkkirlər eyni həqiqəti fərqli sözlərlə təkrar-təkrar deyiblər. Gəlin onlardan bir neçəsinə qulaq asaq. Qandinin bu sözü sadəcə bir fəlsəfə deyil, bu əsl inqilabi bir çağırışdır. Deyir ki, şikayət eləmə, özün nümunə ol, başqasından tələb eləmə, özün elə. Dünyanı dəyişmək istəyirsənsə, ilk addım özünü dəyişməkdir. Uzaq şərqdən gələn bu müdrik səs də sanki eyni şeyi pıçıldayır. Cəmiyyətdəki xaos əslində fərdlərin daxilindəki nizamın pozulmasının bir güzgüsüdür. Əsl islahat insanın özündə, öz əxlaqında, öz məsuliyyətində başlayır. Və bu fikir artıq abstrakt ideyaları gətirib konkret əmələ bağlayır. Vətənpərvərlik quru emosiyalardan ibarət deyil. Əsl sevgi öz işinin, öz peşənin öhdəsindən ən yüksək səviyyədə gəlməkdir. Müəllimsənsə ən yaxşı müəllim olmaq, həkimsənsə ən yaxşı həkim, fəhləsənsə ən yaxşı fəhlə olmaq. Bax, budur əsl vətən sevgisi. Yaxşı, bəs belə bir sual ortaya çıxır. Bir nəfərin dəyişməsi bütöv bir cəmiyyətə necə təsir edə bilər ki? Bu, suya atılan daşın yaratdığı dalğaların yayılması prinsipi ilə işləyir. Hər şey kiçicik bir addımla başlayır. Baxın, bu sxem hər şeyi necə də aydın göstərir. Sən dəyişəndə bu istər-istəməz ailənə müsbət təsir edir. Dürüst, məsuliyyətli ailələr isə daha sağlam məktəblər, universitetlər, şirkətlər formalaşdırır. Və bu sağlam qurumların cəmi nə deməkdir? Güclü bir cəmiyyət. Dəyişiklik bax belə orqanik şəkildə aşağıdan yuxarıya doğru yayılır. Böyük şairimiz Məmməd Araz bu prosesi görün nə qədər gözəl ifadə edib. Əsl oyanış, əsl dirçəliş kənardan gələn bir müdaxilə ilə olmur. Xalqın öz içindən, hər bir fərdin özündən başlaması ilə mümkün olur. Beləliklə artıq sona yaxınlaşırıq. İndi ən çətin mərhələyə gəlib çatmışıq. Bütün bunları bildiyimiz halda hərəkətə keçməyimizə mane olan o daxili ətaləti, o müqaviməti qırmaq. Tolstoy insanın bu fundamental ziddiyyətini necə də mükəmməl şəkildə ortaya qoyub. Başqalarını, sistemi, dünyanı tənqid etmək asandır, elə deyilmi? Ən çətini güzgünü özümüzə çevirmək və dəyişikliyə özümüzdən başlamaqdır. Gələcəyimizi başqalarının yazmasına icazə verə bilmərik. O hekayənin müəllifi biz özümüz olmalıyıq. Hər birimiz öz həyatımızla, öz əməllərimizlə o yeni səhifəyə kiçik bir cümlə əlavə edirik.
Onu haradasa axtarmağa, kimdənsə gözləməyə heç bir ehtiyac yoxdur. O, düşündüyümüzdən qat-qat daha yaxındır. Əslində, aramızda heç bir məsafə yoxdur. Bəli, bütün bu izahın yekun həqiqəti budur. Dəyişiklik sənsən, dəyişiklik mənəm, dəyişiklik bizik. Bu gücü və bu məsuliyyəti anladığımız gün, inanın ki, hər şeyin dəyişdiyi gün olacaq.